13-14 may tarixləri Naxçıvan Dövlət Universiteti üçün sözün həqiqi mənasında yadda qalan bir günlərə çevrildi. Ona görə ki, universitetimizdə olan qonaqlar həm gələcəkdə Macarıstan-Azərbaycan ədəbi elmi əlaqələrinin inkişafı baxımından kifayət qədər maraqlı qonaqlar idi və eyni zamanda təqdim olunan layihələr və aparılan müzakirələr. 2 gün ərzində biz həm dünyaca tanınmış, görkəmli Macar yazıcısı, dramaturqu, siyasətçi, diplomatı, eyni zamanda hazırda Macarıstan parlamentinin sədr müavini kimi çalışan və Azərbaycan-Macarıstan əlaqələrinin inkişafına daim töhfə verən cənab Şander Lerjakın rəhbərliyi ilə Naxçıvan Dövlət Universitetində keçirilən görüşlər, eyni zamanda onun əsərlərinin təqdimatı keçirildi dünən universitetimizin elmi kitabxanasında və onun bir əsərinin əsasında Yaşam namına nəfəs adlı əsəri Macar dilindən tərcümə olunaraq Naxçıvan Dövlət Universitetinin Teatr və Mədəniyyətşünaslıq kafedrası tərəfindən onun əsəri tamaşaya qoyuldu və hesab edirəm kifayət qədər uğurlu bir tamaşa idi və çox xoşdur ki, bu tədbirdə, bu tamaşada və dünənki tədbirdə universitetimizin növbəti nüfuzlu qonağı Türksoyun sədri cənab Soltan Rayev də bu tamaşanı izləyirdi və onun heyəti ilə birlikdə dünən universitetimizdəki kitab təqdimatında, bugün isə tamaşada iştirakı da ayrıca gələcəkdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan Dövlət Universiteti və Türksoy əməkdaşlığına da öz töhfəsini verəcəyinə əminik. Mən bir daha tamaşanın yaradıcı heyətinə öz təşəkkürümü bildirirəm. Uğurlu tamaşa münasibəti ilə inanıram ki, bu dünən və bugün elmi, mədəni tədbirlər Macarıstan, Azərbaycan, o cümlədən Macarıstandakı Neyman Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasındakı əməkdaşlığa çox mühüm töhfə olacaqdır. Qeyd edeyim ki, Neyman Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında ikili diplom razılaşması əldə olunubdur və yəqin ki, biz növbəti tədris illərindən kompüter mühəndisliyi sahəsində həmən universitetlə ikili diplom proqramının icrasına başlayacağıq. Bir daha əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm və qonaqları Naxçıvanda görməkdən məmnunluğumuzu ifadə edirik. Sağ olun.